Salam, sizler kanalımıza hoş gördük. 24 may birinci, daha doğrusu ikinci grup ve 7 iyun birinci grup blok imtahanlarına gelen abituriyentlər üçün bir neçə həndəsdən misalımız olacaq. Onların izahını vermək istəyirəm. E, Ümid edirəm ki, bu video onlar üçün yararlı olur. E, Bakalım bir neçə misalın həllinə. Birinci misalımızdan başlayalım. Demek misalda deyir ki, ABCD kvadrattır ve DY'ni bize 3 verip BF'i bize 5 verip ve hem D'yi hem de BF YF perpendikülerdir. ABCD kvadratının sahəsini soruşur. Bu tip misallar ümumiyyətlə geniş yayılmış misallardır. Yəni bir düz xəttə perpendiküler olan iki düz xətt, daha doğrusu parça deyək, bu parçanın uzları arasındakı məsafəni tapmaq tələb olunur. Bəzən buna ən qısa məsafə də deyirlər. Bura D'dir, bura Y'dir, burası F'dir, burada B'dir. Bura 3'tür, bura 6'dır, burada 5'tir. Biz DB mesafəsinin uzunluğunu tapsaq, niyə görə bunu tapmalıyıq? Çünki DB məsafəsi gördüyünüz kimi kvadratın təpə nöqtələri olduğuna görə kvadratın diagonal uzunluğuna bərabər olacaqdır. O zaman bu məsafəni tapağın. Təbii ki, bu məsafəni iki yolla tapmaq olar. Bir, oxşar üçbucaqlar var burada. Bununla tapa bilərsiniz və yaxud da ki, paralel köçürmə ilə də bu məsafəni tapmaq olar. Təbii ki, işimizi asanlaşdıran paralel köçürmədir. FB'ni DY'nin aşağı sol tərəfinə, aşağı tərəfinə köçürdək. YF'i də təbii ki, bura köçürdəm. Bu buna paralel olduğuna görə uşaqlar, burası da 5 olacaqdır. YF'i də aşağı paralel köçürmə görə burası olacaq 6. Təbii ki, bu 90'da bura olacaqdır. Ve gördüğünüz bu düzbucaqlı üçbucaqdan artıq biz hibridomuzu tapa bilərik. O zaman DB'nin uzunluğu bərabər kökün altında 8'in kvadratı plus 6'nın kvadratı. O da eləyəcək 10. Demək ki, kvadratın diagonalını biz 10 tapdıq. DB'nin uzunluğunu. Kvadratın diagonalı 10, sonda kvadratın sahəsi nəyə bərabər olacaq? D kvadratı bölü 2 düsturuna görə 10'un kvadratı bölü 2'den cevabımız eləyəcək 50. Geçeyin ikinci meselemizi. Demek ki ABCD bir paralelogramdır. DY'mizi bize 2 vermiş. TB'mizi onda 2 vermiş. ST 6'dır. AY 6'dır. TBF üçbucağının sahəsinin paralelogramın sahəsinə nisbətini soruşur məsələdə. O zaman gəlin baxalım. Y nöqtəsindən paralelogram AB tərəfinə paralel düz xətt çəkən. Y nöqtəsindən paralelogramın AB tərəfinə ya da CD tərəfinə paralel düz xətt çəkən. Burası da bizdə M nöqtəsi olsun. O zaman paralelogramın qarşı tərəfləri bərabər olduğuna görə təbii ki, bu YDSM də paralelogram olacaq. Çünki onsuz da mən Y'mi DS'ye paralel çəkdim. YD də CM'e paralel idi. Onda bu gördüğünüz figur paralelogramdır. Bu paralelogram qarşı tərəfləri bərabər. Onda bura olacaq 2. ST'ni 6 verdiğine göre onda bura olacaq 4. Buranın da üstün qaralayaq ki, çaşmayaq. Və burada gördüyünüz kimi qəşəng bir qum saatı var. Qum saatı çox məşhur bir cümlədəsində. Türkiyə ədəbiyyatlarında buna kələbək də deyirlər. Yəni biz burada oxşar üçbucaqlar görürük. Oxşar üçbucaqlarda da bilirsiniz ki, ən az iki bucaq bərabər olmalıdır ki, üçbucaqlar oxşar olsun. Burası alfadırsa təbii ki, çarpaz bucaqlar ama burası da alfadır. Qarşılıqlı bucaqlar ya bura bettası, burada bettadır və eyni zamanda və burada da bura bettası, burada bettadır. Yəni bunlar oxşar üçbucaqlardır. Və oxşarlıq əmsalda bura alfadır, burada alfadır. Oxşarlıq əmsalda MT'nin BT'ye nisbətdir. MT'nin BT'ye nisbəti. Yəni 4'ün 2'ye nisbəti oldu ki. Onda həmin üçbucaqların, yəni YMT üçbucağının sahəsinin BTF üçbucağının sahəsinə nisbəti oxşarlıq əmsalının kvadratına bərabərdir. Yəni mən BTC üçbucağının sahəsini S yazsam, BTF üçbucağının sahəsini F yazsam, YMT üçbucağının sahəsi 4S
olacaqdır. Və uşaqlar, gəlin biz Y ilə B-ni birləşdirək. Baxın, Y ilə B-ni birləşdirən kimi, Y ilə B-ni birləşdirən kimi diqqətlə baxsaz, yəni misala müxtəlif cür yanaşa bilərsiniz. Üçbucaqda bir qaydamız vardı, sahələrin bölünməsi ilə bağlı. Üçbucaqda təpədən ixtiyari parça çəkəndə bura M, bura N, bura S1, bura S2-dirsə, qarşı tərəf hansı nisbətdə bölünürsə, sahələr də o nisbətdə bölünür. S1, S2-yə nisbət, M ilə N nisbət. O zaman YBT üçbucağı ilə YMT üçbucağına diqqət etsəz, gördüyünüz kimi YT parçası qarşı tərəfi 4 və 2-yə bölüb. Onda sahələr də biri digərini 2 dəfə böyükdür. 4 2-dən 2 dəfə böyükdür. YT parçası qarşı tərəfi böldü. O zaman bunun da sayəsində mən 2S yaza bilərəm uşaqlar. Bura 2S yaza bilərəm. Həmin qaydanı burada da tətbiq edeyim. Məsələn, YST üçbucağına baxsam 4 2-dən 2 dəfə böyükdür. Y-in parçası qarşı tərəfi 4 və 2-yə bölüb. Sonra da sahə də sahədən 2 dəfə böyük olacaq. Bu sahə bu sahədən. O zaman burası da nə olacaqdır? 2S olacaqdır. Və bir dənə də gözəl qaydamız var. Əslində burada parallelogram da var. YDSM paralelogramdır. YC də onun diagonaldır. Paralelogramın diagonalı 2 bərabər sahəyə bölür. Burada 2S olacaqdır. Və AYMB də bir paralelogramdır. YB də onun diagonaldır. Burası 6S isə, onda burası da 6S olacaqdır. Və ya uşaqlar BC tərəfinə bitişik iki təpədən qarşı tərəf üzərində görüşən ixtiyari parçalar çəkilibsə, o zaman burası 6S isə, görürsünüz, daha doğrusu 8S-dir görürsünüz. Onda paralelogramın sahəsi də 12 qatı idi, 16S idi. Misalda bizdən TBF-in sahəsinin, onu da S tapdıq. Paralelogramın sahəsinə nisbətə ABCD paralelogramın sahəsi gördüyünüz ki 16-dir və cavabımızı neçə eləyəcək? 16-da bir yerləridir. Növbəti misalımıza baxaq. Bu da maraqlı sualdır. Demək, ABCD kvadratdır yenə. DY perpendikülər AF verib, BF perpendikülər AF verib. YF 7, BF 5 vermiş və kvadratın yenə sahəsini soruşur məsələdə. Ümumiyyətlə çalışın düzbucaqlı, üçbucaqlı, ikibucaqları işarə edin. Birinin alfa ilə, birində beta ilə. Məsələn, bu düzbucaqlı üçbucaq olduğuna görə burasına bir alfa desəm, burasına da beta desəm və alfa ilə betanın cəmi neçə dərəcədir? 90 dərəcədir. Və biz də bilirik ki, kvadratın daxili bucağı 90 dərəcədir. Onda bura betası mütləq mən bura alfa yazmalıyam ki, alfa ilə betanın cəmi 90 ödənsin. Alfadır 90'dır. Onda mütləq o birisi bucağına ikinci düzbucaqlı üçbucaqda beta yazacaq. Kvadratın tərəfini A ilə işarə eləsək, AYD üçbucağı ilə AFB üçbucağına diqqət edin. Və diqqət etsəz görərsiniz ki, bucaq tərəf bucaq əlamətinə görə bir üçbucağın bir tərəfi və ona bitişik iki bucağı, o bir üçbucağın bir tərəfi və ona bitişik iki bucağına bərabərdir. Onda bucaq tərəf bucaq əlamətinə görə üçbucaq AYD kongruentdir. Üçbucaq demək şu olur ABF. Bu iki üçbucaq kongruent isə onda kongruent, yəni bərabər bucaqlar qarşısında bərabər tərəflər deyəm. Onda alfanın qabağındakı 5, burada da alfanın qabağındakı nə olacaqdır? 5 olacaqdır. Beləliklə AFB üçbucağında AFB üçbucağında AF tərəfi bəlli oldu. Görürsünüz ki, AF tərəfi 12'dir. FB tərəfi də onsuz özü vermişdi 5'dir. F bucağı 90'dır. Onda AB olacaq Pifagor teoreminə görə 13. Belə kvadratın tərəfi 13'dür. Kvadratın da sahəsi neçə eləyəcək? 169. Növbəti misalımıza baxalım. O mərkəzli dairə şəklində bir kağız parçası var və uzunluğu 8 cm olan AB vətəri və uzunluğu 6 cm olan bir nədir? CD vətəri var. Bunlar deyir kəsliblər. Kəsliblər, sonra qatlanıblar uşaqlar belə. Vətərlər boyunca kəsliblər bu kağız parçası və qatlayıblar. Təbii ki, bu misallarda çalışın onu əvvəlki vəziyyətinə qaytarmağa çalışın. Yəni, burası əvvəlki variantıdır. Burası da nədir? Əvvəlki variantıdır. Biraz səliqəli olsun. Bunu demək, açanda qatladıq bunu uşaqlar. Bu mərkəz qeyd edirəm burada. Demək ki, burasının uzunluğu 10'dur. Buranın da uzunluğu bizdə nədir? 8'dir. Kəsilən AB və CD yaylarının, yəni qövslərinin ölçüləri cəmi 180 dərəcədir. Yəni, bax, bura alfa yazsam, bura beta yazsam,
Alfa ilə bettanın cəmi neçə dərəcədir? 180 dərəcədir. Buna görə misal deyir ki, AOB üçbucağının sahəsini tapın deyir. AOB üçbucağının sahəsini. Demək, neyniyəyin? Mən uşaqlar, burası beta verdiyinə görə bizə, bax, burası betadır. Mən uzunluğu 8 santimetr olan B nöqtəsindən bir vətər ayırıram. Uzunluğu 8 santimetr. Yəni, başqa üstlə bu CD vətərini götürüb B-nin ucuna yerləşdirirəm. Demək, bura 8-dir, burası nə olacaq o zaman? 8 olacaqdır. Bu qövsü CD vətəri beta qövsünü gəlibsə, onda burada beta yazmaq məcburiyyətindəyim. Alfa ilə betanın cəmi 180 vermişdi məsələdə. Baxın, AB və CD qövslərinin ölçüləri cəmi 180 dərəcədir. Alfa ilə betanın cəmi 180-dir. Mən bu betanı da bura daşıma görə, onda bax, bu gördüyünüz istəyirsiniz bura bir K nöqtəsi yazaq. ABK uşaqlar qövsü də neçə dərəcə olacaq? 180 dərəcə olacaqdır. Biraz bu istəyirsiniz bu BK-nı, bunların verdiği şəkli biraz yaxşı şəkil deyil. BK-nı biraz uzun çəkək. Uzunluğu bax bu CD-ni buraya yapıştırdım. Bura 8, onda burada betadır. O zaman ABK qövsü oldu. ABK qövsü alfa plus beta'ya bərabər olduğunu 180 dərəcəlik qövsdür. Mən çevrənin mərkəzini qeyd edirəm. Alfa ilə betanın cəmi 180 dərəcədirsə, onda mən AK-nı birləşdirsəm mütləq yarım çevrə olacaqdır və O nöqtəsi çevrənin mərkəzi olacaqdır. Alfa plus beta 180 isə, onda mən AK vətərini çəksəm, o yarım çevrə düzəcəkdir. Onda burası da neçə dərəcə olacaq uşaqlar? 90 dərəcə olacaqdır. Və misal bizdə OAB üçbucağının sahəsini soruşur. Gördüyünüz kimi düzbucaqlı üçbucaqda hələm ABK üçbucağı. ABK üçbucağının sahəsi katetləri hasilinin yarısıdır. 10 vuraq 8 bölək 2 oldu 40. Bu çevrənin uşaqlar mərkəzləri bu radiusdur. Bura radiusdur, burası da radiusdur. O zaman 10 ilə B-ni birləşdirsəm, artıq bu OB də radiusdur, həm də mediandır. Çünki görürsünüz. Onda sahələri bərabər 2-dən 3 bucaq əmələ gələcək. Daha doğrusu burada biri 8 imiş, biri də 6 imiş. 8 vuraq 6 bölək 2 olacaq 24. Sahələr bölü 2-dən 3 bucaq əmələ gələcək. Misal bizə AOB-nin sahəsini soruşur. Onda AOB-nin də sahəsi nəyə bərabərdir? 24'ün yarısına o da eləyəcək 12. Doğru cavabımız oldu B variantı. Növbəti misalımıza baxaq. Demək, ABCD bir kvadratdır deyir. Xaricində çevrə çəkilib. CYF daxilə çəkmiş bucağı 68 dərəcə verib, FCB daxilə çəkmiş bucağını soruşur. Misalı iki yolla eləmək olur uşaqlar. Birinci yolumuz, bilirsiniz ki, çevrənin daxilinə kvadrat çəkilibsə, kvadratın tərəfləri bərabər olduğuna görə, onda gərdiyi qövslər də bərabərdir. Bax, bu gördüyünüz qövslər, vətərlər bərabər olduğuna görə qövslər də bərabərdir. O zaman bunların hər biri neçə dərəcəlik qövs eləyəcək? 90 dərəcə. Bunların hər biri 90 dərəcəlik qövsdür. Yəni, mən demək istədiyim odur ki, bu CB qövsü 90 dərəcəlik bir qövsdür. CYF daxilə çəkilmiş bucağı uşaqlar 68 dərəcə verdiyinə görə, onda CYF daxilə çəkilmiş bucağı bərabərdir CBF qövsünün yarısına. 68 bərabərdir CBF qövsünün yarısı. Onda buradan CBF qövsü olacaqdır 136 dərəcə. O zaman BF qövsü nə qalacaqdır? Bax, BF qövsüdə 136-dan biz buranın dərəcəsini tapdıq. O zaman BF qövsü olacaq 136 çıxaq 90 oldu 46 dərəcə. Baxın, burası 46 dərəcədirsə FB qövsü, onda bu qövsü görən daxilə çəkmiş bucaq 23 dərəcə eləyəcəkdir. Doğru cavabımız oldu bəli. Növbəti misalımız kvadrat şəklindəki bir demək ki, pendirdir deyir. Bu pendirdən 2 dənə düz bucaqlı 3 bucaq kəsilib çıxarılıb deyir. Pendirin sahəsi, yəni bu kvadrat şəklində olan pendirin sahəsi 625'dir. Təbii ki, onda tərəfi nəyə bərabərdir? 25'ə bərabərdir. Misal bizdə o kəsilib çıxarılan bu düz bucaqlı üç bucaqların birlikdə sahəsi nədir? Onu soruşur.
Yine düzbucaqlı üçbucaqda iti bucaqların birini alfa ilə, birini də beta ilə işarə edək. Təbii ki, kvadratın daxili bucağı 90 dərəcə olduğuna görə onda bura baxın 90 dərəcə olduğuna görə mən bura məcburən nə yazacağım? Alfa yazacağım. Çünki alfa ilə betanın cəmi düzbucaqlı üçə 90 işarələmişəm. Onda bura betası onun yanındakini alfa yazacağım. Alfadır bura 90 sonunda burada nədir? Betadır. Yine diqqətlə baxsaq bir üçbucağın bir tərəfi ona bitişik iki bucağı, o bir üçbucağın bir tərəfi ona bitişik iki bucağına bərabərdir. Onda uşaqlar bucaq tərəf bucaq əlamətinə görə, bucaq tərəf bucaq əlamətinə görə üçbucaq AYD kongruentdir üçbucaq DFC'ye. O zaman uşaqlar mən alfanın qabağına bura x yazsam, alfanın qabağına yəni D'ye x yazsam, onda burada da alfanın qabağında seyfə məcburən x yazmalıyım. Çünki bərabər bucaqlar qarşısında bərabər tərəflər dayanır, kongru üçbucaqlardır. Və DFC üçbucağına diqqət etsəz, istəyirsə onu da qıraqda kəsinti çəkim. DFC üçbucağına diqqət etsəz, burası 25'dir, burası alfadır, burası betadır. Baxın, FC'miz x-dir, görürsünüz. Yəni DF'miz də x plus nədir? 17'dir. Pifagor teoremine göre x'in kvadratı plus x plus 17'nin kvadratı beraber neye? 625'e. Yani 25'in kvadratına. Hibidonuzda 25 olan iki tane məşhur düzbucaqlı üçbucaqlar var. Biri 20, 15, 25 üçbucağıdır. 3, 4, 5'in 5 misli. Bir de 7, 24, 25 üçbucağıdır. Tabii ki ya açın kvadrat tənkimini ya da x'i yine 7 qoyanda görürsünüz ki bunlardan biri yaranır. Demek x oldu 7. X oldu 7 ise onda bizim bu düzbucaqlı üçbucağımızın sahəsi nəyə bərabər imiş? Katları 7 ve 24 imiş. Burada 90 derece. Sahəsi olacaq 7 bırak 24 bölü 2. Bundan 2 tane de görürsünüz. Misal bize 2 hissənin sahəsini soruşur birlikte. Onun nəticəni 2'ye vuracağım. 7 bırak 24'ten cevabımız 168 eləyəcəkdir. Doğru cevap oldu C. Növbəti misalımız çok maraqlı sualdır. ABC bir üçbucaqdır. BD parçası temböləndir. YD'mizi 3 vermiş, BY'mizi 9 ve bizden SD'ni soruşur. Tabii ki bura alfa yazsam, bura alfa yazsam onda bu AD qövsü nə olacaqdır? 2 alfa, CD qövsü olacaq 2 alfa. AD qövsü 2 alfa sonunda CAD daxil çəkilmiş bucaqda neçə olacaqdır? Alfa olacaqdır. O zaman ben bu 2 alfanı pozuram ta. İstəsəz bu 2 alfanı da pozaq, bizə lazım deyil ta. Gəlin uşaqlar bu D bucağına beta yazaq və çox maraqlı misaldır və tez-tezdə istifadə olunan misal tipindəndir. İç-içə şəkillər olanda uşaqlar oxşarlığı təyin edə bilmirlər. BCD üçbucağına baxsaz, BCD üçbucağında alfa var və beta var. Bir de C7 üçbucağına baxsaz, alfa var ve beta var. O zaman bucaq-bucaq əlamətinə görə uşaqlar, üçbucaq BCD oxşardır üçbucaq CYD-yə. Alfa, beta ve kiçik iki üçbucaqdır. Bir de alfa, beta kiçik üçbucaq da var. Bunlar oxşardır. Təbii ki, üçbucaqların iki bucağı bərabərsə, üçüncü bucaqlar da bərabər. Gəlin onu yazalım. Mesela kiçik üçbucaqda alfa, beta sonunda bunun üçüncü bucağına bura gamma yazacağım. Böyük üçbucaqda yani B, C, D'de alfa, beta var görürsünüz. Onda bak bu bucağın tamamına gamma yazacağım. Biraz yaxşı görünmedi. Burası olsun gamma. Danışa gedəyin o zaman. Böyük üçbucaqda alfanın qarşısındakı x'in, böyük üçbucaqda alfanın qabağındakı x'in, kiçik üçbucaqda alfanın qabağındakı 3'ə nisbəti bərabərdir. Davam eləyək. Böyük bucaqdan başlamıştık. Böyük bucaqda gammanın qarşısındakı 12'nin görürsünüz. Gammanın qabağındakı 12'nin. Kiçik bucaqda gammanın qabağındakı x-a nisbəti. X kvadrat bərabər 36'nın x'imiz nəyə bərabərdir? 6'ya. Bu da çox maraqlı suallardan biriydi. Növbəti misalımıza baxalım. O nöqtəsi ABCD düzbucaqlısının xarici çəkilmiş çevrənin mərkəzidir. O nöqtəsi ABC düzbucaqlısının xarici çəkilmiş çevrənin mərkəzidir. ABCD düzbucaqlısı uşaqlar D təpəsi ətrafında sarı dəqrəbin əksinə müəyyən dərəcə fırladılır. Bu gördüyünüz ABC düzbucaqlısı D ətrafında müəyyən dərəcə sarı dəqrəbin əksi istiqamətinə fırladılır. Məsələn, burada nələr bir-birinə bərabər olur? Təbii ki, fiquru fırladanda fiqur özünə kongruent fiqura çevrilir.
Məsələn, hansı tərəfə bərabərdir? Məsələn, baxın, bu gördüyünüz qırıq xətlərlə verilmiş düzbucaqlı fırladılıb D təpəsi ətrafına. D təpəsi tərpənməzdir. O zaman məsələn, AD parçası gəlib kimə bərabər olub? OD-yə. Məsəl üçün, CD tərəfi gedib DC iştiqə bərabər olub. AB tərəfi OB iştiqə bərabər olub. BC tərəfi BC iştiqə bərabər olub və s. və s. Əsas biz lazım olandan istifadə edək. Məsələn, bu AD tərəfi gəlib kimə bərabər olub? OD-yə bərabər olub. Qıraqda da yazaq ki, AD bərabər nəyə? AD bərabərdir OD-yə. Bu, bura bərabərdir. Bunu fırlatdım. AD parçası gəldi, bunun üzərinə düşdü. Təbii ki, OD-nin radius olduğunu biz görürük. Bax, bura bir R yazsam, onda mən məcburən AD-yə də nə yazacağım? R yazacağım. Və uşaqlar, gəlin onunla da A-nı birləşdirək. Onunla da A-nı birləşdirəndə bilirsiniz ki, çevrənin mərkəzlə çevrəcən nöqtə yenə radiusu. Burada oldu radius. Başqası bu bərabər tərəfli üçbucaqdır. 60 dərəcə, 60 dərəcə, burada 60 dərəcə. Onda bura neçə dərəcə edir uşaqlar? 30 dərəcə. Çünki düzbucaqlının daxili bucağı 90 dərəcəlik bucaqdır. Təbii ki, burada düzbucaqlının daxili bucağı burada 90 dərəcədir. Onda bura neçə dərəcə olacaq? 30-90, bura olur 60 dərəcə. Misal bizə onun alfasının qonşusunu soruşur. Cavabımız da eləyəcək 120 dərəcə. Maraqlı sual idi. Növbəti misalımız BA demək çevrəyə toxunandır. BC kəsəndir. Toxunma nöqtəsindən 2 dənə AD və AC parçalar çəkilib. A'yı tənböləndir. Başqa da heç nə verməyib. Bura 30 dərəcə verib, buranı soruşur. Gəlin işarələyək uşaqlar. Məsələn, mən bura bir alfa bucağı, daha doğrusu alfanı orada özü yazıb, bura bir beta bucağı yazmaq istəyirəm. Yadınızdadırsa, daha doğrusu toxunan və toxunma nöqtəsindən çıxan vətər arasındakı bucaq, məsələn, bu bucaq betadırsa, həmən bucaq vətərin gərdiyi qövsün yarısına bərabər. O zaman bu qövsə 2 beta qalır. O zaman uşaqlar AD və BA toxunan və vətər arasında bucaqdır. Ona mən beta deyirəmsə, onda AD-yə nə deyəcəm? 2 beta deyəcəm. Bura 2 betadırsa, onda daxil çəkmiş bucaq gördüyü qövsün yarısına bərabər. Onda burada nə olacaqdır? Beta. Demək ki, o betaları yazandan sonra uşaqlar, burada istəyirsiniz bir qamma yazaq, burada qamma yazaq. Və böyük bucağa baxsaz, 30 beta plus 2 qamma, bir də beta. Bu yolla da düşünə bilərsiniz, xarici bucaqla da deyə bilərsiniz. Məsələn, qamma ilə betanın cəmi, bax, xarici bucağa görə bura bərabərdir. Yəni, əslində, bu üç bucaq bərabər yanlıdır. Amma mən böyük bucaqla görmək istəyirəm. 30 dərəcə B bucağı plus A bucağı plus C bucağının cəmi 180-dir. 30 dərəcə, baxın, A bucağı beta plus 2 qammadır. Plus bir dənə də burada betası var, bərabərdir 180. O zaman 2 beta plus 2 qamma bərabərdir 150-dən. Beta plus qamma olacaq 75 dərəcə. Beta ilə qammanın cəmi 75 isə onda alfa bucağı nə olacaqdır? 180-dən çıxacam 75-i, cavabımız eləyəcək 105 dərəcə. Doğru cavab oldu deməlidir. Növbəti misalımız, demək, şəkildə ABC bərabər tərəfli üçbucaq şəklində bir bağçamız var, bağımız var. Bağlı burası. Bərabər tərəfli üçbucaq şəklindədir. 60 dərəcə, 60 dərəcə və 60 dərəcədir. Deyir ki, bu bağın C təpəsinə uzunluğu 12 metr olan bir iplə bağlanmış it var. Və bu it bu bağın ətrafına dolanmalıdır. Amma ip gərgin vəziyyətdə saxlamaq şərtilə. Və dolanıb təzədən deyir, C nöqtəsinə qayıtmalıdır. Yəni, bu it demək, buradan çıxacaq, əvvəlcə gələcək bura. Çünki ip dəyişilməyəcək, ip daha doğrusu gərgin olaraq qalacaq. Yəni, belə deyim, sanki bir metal çubuqdur, bağlamışsınız, it qabağa gələ bilmir, ancaq bu şəkildə gedə bilər. O da gələcək, bura sərf olunacaq. Məsələn, bura 12-dirsə, onda burası da 12 olmalıdır. Sonra it bura gəldisə, müəyyən qədər uzunluğu kvadratın tərəfini 4 verib, onda burası olacaq 8. Yenə uşaqlar it burada dayanıbsa, bunun ətrafına sarılıb sonunda C nöqtəsinə gəlməlidir. Biraz da buradan bir sektor düzəcək. Daha doğrusu, baxın, belə bir sektor düzəcək.
Buranın uzunluğu 8'dir, buranın da uzunluğu 4'tür. O zaman 4'ü kənara qalacaq. İt gələcək bura. Bir dənə də sektor düzəcək. Burada 4'tür. Və it sonunda gəlib C nöqtəsinə çıxacaq. Buna görə biraz şəkli səliqəyə çəkməyə çalışalım. Bu maraqlı sualdır. Uşaqlar bunu təsəvvür etməkdə biraz çətinlik çəkirlər. Demək ki, kvadratın, daha doğrusu bərabər tərəfli üçbucağın tərəfi 4'tür. Bunlar 60 dərəcədir. Bu da gərgin ipdir. Heç əyilmir belə deyim. Əvvəlcə it cızacaq belə bir sektor. Baxın, bu 12 isə baxın belə bir qövüt cızacaq, gələcək bura. Onda bu 12 isə burada 12'dir. Sanki mərkəzi C nöqtəsindən bir sektordur. Mərkəz bucağı 120 dərəcədir o sektorun. Burası olacaq 8. İt artıq gəlib bura uşaqlar. K nöqtəsi deyək, K iştirik deyək. Sonra bir dənə də uşaqlar burada it sektor cızmalıdır. Bakın buradsa burada bir uzunluğun değişmesi 8 cm parça çekeceğim ve it burada yeni bir sektor cızdı. Bura 60 da onun qonşusu 120'dir. Burası 8 ise bak burası da 8'dir. Onda bura qalacaq nə? 4. Ve it artıq K2 iştirik yazıram bura. Geldi bura. Ve sonra da bir dənə də uşaqlar bu bizim itimiz. Bir dənə də uşaqlar gəlməlidir hara? Bir dənə də qövs çizməlidir. Baxın gördüyünüz kimi qövs çizacaq. Gələcək C-yə. Məcburdur C-yə gəlsin çünki uzunluğu 4'dür. Bərabər tərəf uçan tərəfi də 4'dür. O zaman o çevrəni də burada qeyd edək. Burası mərkəz 120 dərəcə və mərkəzi B nöqtəsindən sanki bir çevrədir. Və gəldi C nöqtəsi. Misal deyir ki, bu zaman ipin ayırdığı sahə nə qədərdir? Baxın, ip əvvəlcə bu sahəni uşaqlar çizib, sonra bu sahəni əmələ gətirib, sonra da bu sahəni gətirib. Gördüyünüz kimi o sahələr mərkəzi 120 dərəcə olan dairə sektorlardır. Amma radiuslarına görə bir-birindən fərqlənirlər. 120 dərəcə dairə sektoru bütün dairənin hansı hissəsidir? 3'də 1 hissəsidir. O zaman radiusu 12 cm bütün dairənin 3'də 1. 3'də 1 pi 12'nin kvadratı plus bunun sahəsi. Sonra keçirəm yenə mərkəz 120 dərəcə, amma radiusu 8 olan bir dairədir. 3'də 1 pi vuraq 8'in kvadratı plus yine mərkəz 120 dərəcədir. Yəni bütün dairənin mərkəzi B nöqtəsindən bütün dairənin 3'də 1 hissəsi var burada. Pi vuraq 4'ün kvadratı. 3'də 1 pi'nin möhtərizə xaricdən çıxarsam 144 plus 64 plus 16. O deyir 3'də 1 pi vuraq. 80 ise 144 gələndə 204 edir səhv eləmirəmsə. Yoxsa 224'ü bir dənə toplayaq. 144 üstə gələ 84 224 edir. Cevabımız deyəcək 224 pi bölək 3 doğru cevabımız olacaq. Niyə bəli? Növbəti misalımıza baxaq. Yerə toxunan yerə A və B nöqtələrine toxunan 2 dənə çevrə var. Bu çevrələr arasındakı toxunma nöqtəsi məsafə 42 cm-dir. 42 vahiddir və çevrələrin radiuslarını 9 və 4 verib. Misal deyir ki, bu çevrələr bir tur atdıktan sonra, yəni bir dənə dövr getdikdən sonra təbii ki, artıq məsələn A nöqtəsi, A çevrəsi hara gələcək? A çevrəsi müəyyən bir yerə gələcək. B çevrəsi də daha doğrusu radiusu 9 olan çevrə müəyyən bir yerə gələcək. Radiusu 4 olan çevrə başqa bir yerə geçəcək belədir. Mərkəzləri də birində O verib, birində də M verib. Ben burada çevre aktarmaya çalışıram. Ve bu böyük çevremiz olsun uşaqlar. Həqiqətə uyğun olsun. Bəli, böyüklüyümüz. Ta ki böyük çevrə bir turdan sonra bir dənə dövr edən də bura gəldi. Bu da kiçik çevremiz olsun. Biraz ölçüsünü balacaldıq və kiçik çevremiz. O da bura gəlsin tutalım ki uşaqlar. Bu böyük çevremiz, bu da kiçik çevremizdir. Əslində uşaqlar böyük çevrə biraz qabaqda olar, kiçik çevrə biraz arxada olar. Çünki bilirsiniz ki, bir dənə dövr edəndə öz uzunluğu qədər yol gedir. Burası B iştirik nöqtəsi olsun, burası da A iştirik nöqtəsi olsun. Demək uşaqlar, nə qədər yol gedəcək ümumiyyətlə? Bir dənə dövr edəndə uzunluğu qədər 2 pi r qədər. 2 pi'miz 3'tür, radiusumuz da uşaqlar
Əslində e, kiçik çevrə qabaqda olacaq. Çünki onsuz aralarındakı məsafə 42-dir. Bəs həqiqətə uyğun çəkək bunu da. Demək ki, burası A iştirik olsun, burası da B iştirik olsun. 2 vuraq, 3 vuraq, 4. 24 metr yol gedir. Yəni, bax, burası olacaq 24. Böyük çevrəmiz nə olacaq? Şu nə qədər yol geçecək? L bərabərdir. 2 pi böyüdür. 2 vuraq, 3 vuraq, rasio 9. 54 metrdə o yol gedir. O zaman onların mərkəzləri arasında məsafə nə olacaqdır? Demək ki, aralarındakı məsafə 42 var idi. 42 ilə 24 toplayıram. Çıxacam nə uşaqlar? 54'ü çıxacam. 66'dan da 54 çıxanda bu dəfə onların mərkəzləri, daha doğrusu toxuma nöqtələri arasında məsafə 12 metr olacaqdır. 12 vahid olacaq, belə deyim. Aralarındakı məsafə təbii ki, dəyişəcəkdir. Yəni 42 olaraq bəli dəyişəcəkdir, belə deyim. Aralarındakı məsafə əvvəlcədən var idi. Bu zaman onların mərkəzləri arasında məsafəni soruşur. Onların mərkəzləri arasında məsafə bu məsafəni soruşur misal bizdən. Radiuslar zaten 9'dur. Birinin də radiusu şu an 4'tür. Və toxuma nöqtələri arasında məsafə bu dəfə 12'dir. O zaman mərkəzlər arasında məsafəni tapmaq üçün bura bir perpendikülər çəkdim. Burası da 4 olacaq. Onda bura qalacaq 5. Bura 12 isə yuxarısı da 12 olacaq. Və gördüyünüz düzbucaqlı üçbucaqdan mərkəzlər arasında məsafə bu M nöqtəsidir. Bu da O nöqtəsi. O'nun məsafəsi olacaq. Pifaqor teoreminə görə 5'in kvadratı plus 12'nin kvadratından 13 edəcək. Burada bəlkə də şəkilləri düzgün çəkmədim. Niyə görə? Çünki onları bilmirəm vəziyyətləri necədir, amma əsas odur ki, toxuma nöqtələri arasında məsafə 42 plus 24 çıxaq 54 olacaqdır. Növbəti misalımıza baxaq. Şəkildə O mərkəzli dairə 8 sm olan AB vətəri boyunca kəsilib aşağıdakı kimi yan-yana yapışdırılıblar. Demək ki, baxın, bu segmenti buradan kəsiblər. Uzunluğu və 8 olan vətərə uyğun segment buradan kəsib, o segmenti götürüb buraya yapışdırıblar. Yarım çevrə deyil, ha, segmentdir. Misal bu dəfə deyir ki, demək OH 7'dir. Yəni çevrənin mərkəzindən H-a qədər məsafə perpendikülər 7'dir. Dairənin sahəsini tapın deyir uşaqlar. Demək ki, bu AB vətəri idi. AB vətəri, baxın, bunu kəsdilər, yapışdırdılar bura uşaqlar. O zaman uşaqlar AB'miz 8 ise onda A iştirik B iştirikimiz de nedir? O da 8'dir uşaqlar. Çevrənin radiusunu soruşsa mən çevrənin mərkəzindən o vətərə perpendikülər radius çəkirəm. Axıra qədər uzadıram. Burasından da bir M nöqtəsi deyirəm. Buna perpendikülər çəkdimsə, burası 4 ise burası onda nə olacaq? 4. Bilirsiniz ki, çevrənin mərkəzindən vətərə perpendikülər çəkən vətər yarıya bölünür. Təbii ki, çevrə radiusunu gəlin R ilə işarə edək. OH-ı bizə 7 verdiyinə görə, məsələdə, onda KH-ımız nə olacaqdır? KH-ımız 7 çıxaq R olacaqdır. KH-ımız olacaq 7 çıxaq R uşaqdır. Təbii ki, bu KH məsafəsi hansı məsafədir bizdə? Bax, bu gördüyünüz KH məsafəsi elə bax, bu məsafəyə bərabər. Siz bax, burayla K yazaq. Burada elə bir H yazalım biz. Əslində bu KH elə buradakı KH-dır. O zaman mən götürüb bura nə yazacağım uşaqlar? 7 minus R yazacağım. Bura oldu 7 minus R. OH çevrənin radiusuna bərabərdir. Onda OK-mız nə olacaqdır? Radiusdan çıxacağım 7 minus R. 7 minus R. O da eləyəcək 2R çıxaq nə? 2R çıxaq 7. Bakın buranın uzunluğu oldu 2R. Bir yeri böyük yazın, bir yeri kiçik. Əslində kiçik yer işarələmiş başdan. Bu da kiçik yer olsun. Bura 2R çıxaq 7 oldu. Və bir dənə də biz çevrənin radiusunu çəkək. Məsələn, 10 ilə A-nı birləşdirəm. Bu da çevrənin radiusudur uşaqlar. Burası da nədir? R-dir. O zaman baxırsın, bax bu üçbucağa, düzbucaqlı üçbucaqda. Pifaqor teoreminə görə 2R çıxaq 7'nin kvadratı. R 7'ye oxşuyur. Plus 4'ün kvadratı bərabər R'in kvadratı. 4R'in kvadratı çıxaq 28R plus 49 plus 16 çıxaq R'in kvadratı bərabər 0'a. 3R kvadratı çıxaq
28'ir plus 65 bərabərdir. Diskriminantla gedəyin. Mənfi 28'in koratı 784 çıxaq 4 dəfə 65, 260, 3'ə də vuranda 780. Diskriminantımız 4 olur. R1 bərabərdir 28 plus 2 bölək 6'dan 5 edir. R2 də bərabər 28 çıxaq 2 bölək 6'dan 26 bölək 6'dan 13 bölü 3 edir uşaqlar. 13 bölü 3 ödəyirmi? Məsafə mənfi olmasın. 7'dən 13 bölü 3 çıxanı müsbət edir. 2 yerdən 7 çıxanda 2'ni 13 bölü 3'e vuranda 26 bölü 3, 7 çıxanda bəli. Bu da ödəyir. O zaman misal bizə dairənin sahəsini soruşur. Bu dairənin sahəsini təbii ki, dairənin sahəsi neçə eləyəcək? Pi vuraq 5'in kvadratından 25 pi eləyəcək. Təbii ki, 13 bölü 3'ü yoxlasam uşaqlar, 13 bölü 3, əgər 13 bölü 3 mənim radiusimsə, onda diametrim nəyə bərabərdir? Yeri gəlmişkən 26 bölü 3'ə. 26 bölü 3'də 8'dən böyükdür, yəni o vətərdən böyükdür. Bu da doğrudur. Yəni, ona görə sahəmiz həmçinin pi vuraq 169 bölü 9'da olar. Variantlarda bir dənə cavab verib ona görə deyirəm. Yəni, hər ikisi misalın cavabını ödəyir. Hər ikisi misalın cavabını ödəyir. Belə uşaqlar, maraqlı misallar elədik. Çox maraqlı misallar idi. Bu misallar istənilən bir an, istənilən bir imtahana düşə bilər. Məsələn, bu misal çox aktiv misallardandır. Əslində, elə bax bu misalda, məsələn, bu düzbucaqlı üçbucaq misalda, parallelogram misal ümumiyyətlə bunlar geniş yayılıb. Elə videolarımızı davam elətdirəcəyik. Uğurlar olsun. Növbəti videoda görüşərik.